Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daim ala a'daihim ecma'in. Biz bundan qabaq 10-cu dərsimizdə qeyd etdik ki, ümumiyyətlə Əllamə Hillini rahmehullah İbn Teymiyyə başa düşməyib və başa düşmədiyi halda da özünü atıb ortalığa güya cavab verir. Bir daha deyirəm, Allah şahiddir ki, bu İbn Teymiyyənin dediklərinə əhəmiyyət verməyib üstündən keçmişdim. Sadəcə bu Vəhabi o qədər bütləşdirdi İbn Teymiyyəni. Bəzi məqamlarda bütü sındırmaq üçün, İbn Teymiyyə kimi insanların ağzının danışığını bilmədiyini göstərmək üçün, fəhminin necə dayaz olduğunu göstərmək üçün məcbursan ki, danışasan. Baxın, Vəhabi bizim heç bir sualımıza cavab vermir, bəhsdən qaçır, cavab verməkdən qaçır. Müslimdən dəlil qoydum qabağına ki, İmam Əli əleyhissalam və Abbas Ömərin şəhadətinə əsasən Əbu Bəkir və Öməri xain, yalancı, fasıq bilirdi. Cavab vermədi buna və güya Muaviyyənin bəği məsələsini fırlatmağa çalışdı. Buna cavab veriblər. Nə cavab veriblər? Cavab verirsən ver, vermirsən bilək ki, cavabın yoxdur. Və digər məsələlər də onun kimi səhabə özünüzdən ədaləti uydurmuşsunuz, səhabə tərifi uydurmuşsunuz, heç bir əsası kökü yoxdur Quranda, hədisdə. Uydurmuşsunuz özünüzdən səhabə tərifi və səhabə ədaləti qurmuş sözünüzdən, ayələr gətirirsiniz, o ayələri mən hədislər qoydum qabağına ki, mütləq şəkildə daimi olaraq Allahın rızasına dəlalət eləmir və sair heç bir nəyə cavab vermədi. Mən istəyirəm bu bəhsə, ötən bəhsdə qeyd etdiyim kimi, Minhacü Sünnət-i Nəbəviyyə kitabına müraciət edirəm. İbn Teymiyyənin kitabı 7-ci cild, təhqiq doktor Muhammed Rəşəd Səlim. Səhifə 137. Həmin o Ər-Rabi'u məsələsidir ki, bəhsimiz onun üzərindədir. Baxın, görün İbn Teymiyyə nəinki Əllaməni rahmehullah başa düşməyib. Mən dünənki bəhsdə göstərdim ki, bu insan Əllaməni ümumiyyətlə başa düşməyib. Əllamə deyir, möminlərin qəlbində Əlinin məhəbbəti var aleyhissalam. Bu gətirib 5-6 dənə, 10 dənə, nə bilim 100 dənə zindiq sahabəni, tabiini deyir ki, bunlar əlini söyürdülər. Əllamə demir ki, bütün sahabə və tabinlər. Deyir, möminlərin hansı sahabə və tabiin əlini söyübsə o mömin deyil. Sizin öz əqidənizə əsasən sahabəni söyən zindiqdir. Bu bəhsi inşallah gələn dəfə alimlərin rəylərini qeyd edəcəyəm. İndi istəyirəm bu bəhsdə göstərim ki, ümumiyyətlə İbn Teymiyyə heç ağzının danışığını bilməyən bir adam olub. Baxın, oxuyuram sözlərini kəlmə-kəlmə tərcümə edirəm. Baxın, görün bu insan nə danışdığını bilirmi? Türklər demişkən ağzından çıxanı qulağı duyurmu? Deyir Ər-Rabi'u 4-cü, Ənəllaha qad əxbara ənəhu səyəcəlu lilləzinə əməlu və amilu salihati vuddən. Deyir, Allah xəbər verib ki, iman gətirib salih əməl edənlər üçün vud məhəbbət qərar verəcək. Və həzə va'dun minhu sadiqun. Bu Allahdan sadiq bir vəddir. Və ma'lumun ənəllaha qad ca'alə lis-sahabəti məvəddətən fi qalbi kulli muslimin. Və məlumdur ki, Allah bütün sahabə üçün, bütün müsəlmanların qəlbində sevgi qərar verib. Deməli, sahabə nə elədi? İman gətirib salih əməl sahibi. Deməli, Muaviyyə Siffin döyüşündə bağı olub, zamanı imamına qarşı çıxıb, əhl-i beytlə vuruşub, nasibi olub, əmr edirdi. Səədə ki, əlini söyüsünüz İbn Teymiyyə gətirib, Müslimdə gəlib. Bütün bunlara rəğmən Muaviyyə nədir? İman əhli və salih əməl sahibidir. Pəs sahabədir, iman əhli və salih əməl sahibidir. Bunun məhəbbətini bütün müsəlmanların qəlbində güya Allah qərar verib. Sonra deyirlər, Yəməl xüləfa, xüsusən xüləfa, 4 raşid xəlifə hesab etdikləri şəxslərin məhəbbəti bütün müsəlmanların qəlbində var. Xüsusilə Əbu Bəkir və Ömər ki, deyir, sahabə və tabinlər bu ikisini sevirdilər. Sonra deyir, وَلَمْ يَكُنْ كَذَلِكَ عَلِيٌّ. İmam Əli əleyhissalam belə deyildi. فَإِنَّ كَثِيرًا مِنَ الصَّحَابَةِ وَالتَّابِعِينَ كَانُوا يُبْغِضُونَهُ وَيُقَاتِلُونَهُ وَيَسُبُّونَهُ. Deyir, Əli belə deyildi. Bir çox sahabi və tabiin Əliyə buğz edirdi, düşmənçilik edirdi, nifrət edirdi. Onunla savaşırdı və onu söyürdülər. İndi baxın, görün İbn Teymiyyə nə boyda xətərli bir söz deyib. Deyir ki, Allah iman gətirib salih əməl sahibi edənlərin məhəbbətini bütün müsəlmanların qəlbində qərar verib. Səhabənin məhəbbətini bütün müsəlmanların qəlbində qərar verib. İmam Əli əleyhissalam bir sahabidir. Sonra deyir, amma İmam Əli əleyhissalam belə deyildi. Çünki onu söyürdülər. Belə deyildi, yəni nə? İki şeydən xaric deyil. Yəni İbn Teymiyyə görə İmam Əli əleyhissalam iman gətirib salih əməl sahibi olan şəxslərdən deyildi. Ya da ki, iman gətirib salih əməl sahibi olanlardan idi, amma onu söyənlər müsəlman deyildi. Çünki bəhs nəyin üzərindədir? Bəhs bunun üzərində deyir ki, iman gətirib salih əməl sahiblərinin məhəbbətini bütün müsəlmanların qəlbində qərar verəcək. İmam Əli əleyhissalam belə deyildisə, müsəlmanların onu söyən sahabə müsəlmanların qəlbində onun məhəbbəti yox idisə, deməli o ya bir
iman gətirib salih əməl sahibi olanlardan olmayıb. Nəuzubillah, İbn Teymiyənin ağlına və məntiqinə görə. Ya da iman gətirib salih əməl sahibi olub. Amma onu söyənlər müsəlman olmur. Çünki deyir axı müsəlmanların qəlbində onun məhəbbətini qərar verəcək. Kimin? İman gətirib və salih əməl sahibi edənlərin. Deməli, ya İbn Teymiyyə görə, ağzının danışığını bilməyən bu adama görə, ya İmam Əli əleyhissalam iman gətirib salih əməl sahibi olmayan insandır, ya da yox, iman və mömin və salih insandır, amma onu buğz edən, sevməyən, söyənlər müsəlman olmayıblar. Və ikinci bir məsələ, sual meydana çıxır ki, sən İbn Teymiyyə özün İmam Əlini əleyhissalam söyən sahabələri sevirsən yoxsa yox? Çünki deyirsən axı ki, müsəlmanların qəlbində sahabələrin məhəbbəti var. Sən də bir müsəlman sayırsan, düzdür? Zindiq, kafir saymırsan. Müsəlman sayırsansa, qəlbində o sahabələrin, İmam Əlini əleyhissalam söyən sahabələrin məhəbbəti var yoxsa yox? Desən ki, var, sən nasibi və əhl-i-beyt düşmənisən. Çünki İmam Əlini əleyhissalam söyən zindiq sahabələri sevirsən, sən əhl-i-beyt düşmənisən. Desən ki, yoxdur, onda sən özünü müsəlman hesab eləmirsən. Çünki ayə nə deyir? Deyir, iman gətirib salih əməl sahiblərinin məhəbbətini bütün müsəlmanların qəlbində qərar verəcək. Əgər o sahabələri, əlini söyənləri salih əməl sahibi hesab edirsənsə, onun məhəbbəti bütün müsəlmanların qəlbində var, belə etiqad edirsənsə, sənin qəlbində yoxdursa, deməli sən nəsən? Sən deməli özü müsəlman hesab eləmirsən. Və yaxud da onları, həmin o imamı söyən şəxsləri iman əhli və salih əməl sahibi hesab etmirsən. Yəni, eyni sualı İbn Teymiyyə də ünvanlayırıq. Sən əlini söyən əleyhissalam sahabə və tabeinləri sevirsən yoxsa yox? Desən ki, sevirəm, əhl-i-beyt düşmənisən sən. Necə olur ki, Əbu Bəkir söyənləri mütləq sevmirsən? Deyirsən, zindiqdirlər. Çünki bunların məşhur əqidəsidir, sahabəni söyən zindiqdir. Amma İmam Əlini əleyhissalam səbb edən şəxsi sevirsənsə, sən əhl-i-beyt düşmənisən. Yox, sevmirsənsə, deməli, ya sən müsəlman deyilsən, çünki deyir, sahabənin məhəbbəti bütün müsəlmanların qəlbində var. Ya da sən müsəlmansan, o insanlar sahabəlikdən çıxıblar, salih əməl və iman əhli olmaqdan çıxıblar. Bax, bu da İbn Teymiyyə. Bütləşdirdiyiniz İbn Teymiyyə heç ağzının danışığını bilməyən bir şəxsdir. Buyur, ey Vəhabi, sən indi bizim sualımıza cavab ver. Elə bu sual sənin özünə də ünvanlanır, ha? Sən özün həmin o imamı söyən sahabələri sevirsən, yoxsa yox? Sevmirsənsə, həmin məsələ meydana çıxır. Deməli, sən özün müsəlman deyilsən. Yox, sevirsənsə, deməli, əhl-i-beyt düşməni nasibi bir insansan. Velhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.